Əhzab surəsinin 33-cü ayəsi Allah Teala buyurur: Əuzu billahi mineşşeytanirracim. İnnemâ yuridullahu liyuzhiba ankumur-ritse ehlel beyt ve yutahhirakum tethira. Allah istəyir ki, iradə edib ki, Əhl-i Beyt əleyhimussalam müraciət xitab olaraq sizdən hər cür pisliyi uzaqlaşdırsın və yutahhirakum tethira, sizi pak və pakizə olaraq tərtəmiz etsin deyə. Bu ayə Quran-ı Kərimdə aramızda elm əhli olan qardaşlar var. Təthir ayəsi ilə məşhurdur. Paklıq ayəsi ilə. Quran-ı Kərimin 33-cü surəsinin 33-cü ayəsidir. Əhl-i Beyt əleyhimussalam deyəndə 5 təni ali əba, o 5 kimsənə ki var, əşrəf-i kainat, əfzəl-i məxluqat, rəhmətən lil-aləmin, Muhammed-el-Mustafa sallallahu aleyhi və alihi və səlləm. İmam Əli əleyhissalam, ilk imamımız, dünya və axirət xanımlar xanımı, xanım Fatimə-i Zəhra salamullahi aleyha və behişt cavanlarının ağası İmam Həsən və İmam Hüseyin, Allahın salavat və salamı olsun onlara. Bu 5 nəfər nəzərdə tutulur. Təbii ki, digər məsum imamlarımız da Əhl-i Beyt əleyhimussalam qəblindədir. Amma 5 tane ali əba Kisa hədisində də məşhurdur. O həmin təthir ayəsinin bariz nümunələrindən biri də xanım Zəhra salamullahi aleyhadır.